Bugün de çok güzel ve uzun bir gün idi. Səhər-səhər oyandım. Başladım öz rutinlərimi etməyə, üz baxımı, idman və sonra başladım evləri yığışdırmağa. Otağımı səliqəyə saldım. Hər şey birinci mənim otağımdan başlamalıdır. Stolumu düzəltdim, konsultasiya hazırladım. Keçdim mətbəxə. Mətbəxdə də dünəndən qalan işlərim var idi. Qablarımı dəyişməli idim. Süfrəmi dəyişməli idim. Hamısını səliqəyə saldım, axşama hazırladım. Və sonra stikerlərim gəlmişdi. Onları da kəsdim, doğradım. Korobkalarımı hazırladım sifarişlər üçün. Və bir dənə gözəl amerikanı hazırladım, darçınlı və başladım konsultasiyamı keçməyə. Yeni gözəl xanımlarla işlədim bu günlərim. Və konsultasiyam bitər-bitməz keçdim mətbəxə. Mətbəxdə isə başladım, sağlam şirniyyat hazırladım. Axşama lobya və çörək elədim. Çörək dedikdə isə poğaça xəmirindən edirəm. Çox ləzzətli olur. Sağlam şirniyyatının və poğaçanın reseptini postun altında mütləq qeyd edəcəm. Və bir balaca da salat doğradım. Hazırladım. Hər şeyi, süfrəni düzəltdim. Və bizə nuş olsun. İnsan ilk öncə özündən başlamalıdır ki, qalan hamı üçün yetə bilsin. Əks halda insan heç kimə yetə bilmir. Bugünlük də bu qədər. Bəyənsəz rəylərdə bildirərsiniz. Hələlik.